Salam yoldaşlar, bu günləri biz eradan əvvəl 7-4-cü əsrlər mövzusunun video izahını verəcəm sizlərə. Gəlin baxaq, Azərbaycanda, yəni 7-ci əsrdə, eradan əvvəl 7-ci əsrdə Kimmer, İskit, Sak tayfaları gəlib. Ümumiyyətlə Azərbaycana türklərin 3 axını olub. Eradan əvvəl 7-ci əsrdə Kimmer, İskit, Sak tayfaları, orta əsrlərdə Hunlar, 11-ci əsrdə isə Səlcuq, Oğuzlar axınları olub. Biz burada Kimmerlərin lideri olan əsas, yəni qüdrət lideri Tuqdamenin adı çəkəcəyik. İskit şahlığının isə ən qüdrətli hökmdarı İşbakay olmuşdur və İşbakay Alban, Uti, Kaspi tayfalarını özünə tabe etmişdir. Daha sonra İşbakayın dövründə dövlətin sərhədləri şimalda Kür çayının, cənubda Urmiya gölünə qədər çatmışdı. İşbakayın dövründə Manna hökmdarı Ahşeri ilə dostluq münasibətləri var. Həmçinin o Assuriya sərhədlərinə hücum etmişdir və Manna ilə birlikdə Midiyadakı Assur əleyhinə üsyanlar kömək etmişdir. İşbakaydan sonra isə onun varislərinin dövründə yəni İskit şahlığı qüdrətlənmişdi və həmçinin Midiyanı özünə asılı vəziyyətə salmışdı. Eradan əvvəl 653-625-ci ildə Midiyanı özünə asılı vəziyyətə salıb. Ümumilikdə isə İskit şahlığını süquta uğrayıb, yəni İskit şahlığının özü eradan əvvəl 590-cı ildə. Midiya adına biz ilk dəfə eradan əvvəl 9-cu əsrdə rast gəlinir. Həmçinin Midiya haqqında tarixçi Herodot, Yunan tarixçi Herodotun da məlumatları var. Kaştariti eradan əvvəl 673-cü ildə deyirik ki, İskitlərin köməkliyi ilə Assur asılılığına son qoyur. Lakin bir müddət İskitlərdə dediyimiz kimi, yəni İskit şahlığından asılı vəziyyətə düşür. 653-625-ci illərdə eradan əvvəl İskitlərdən asılı vəziyyətə düşmüşdür Midiya. Bu asılılığa isə Midiya hökmdarı Kiyakasar son qoyur 625-ci ildə. Həmçinin Kiyakasarın dövründə İskit, Manna və Urartunu özünə tabe edir. Kaştaritinin dövründə başlayan dövlətin formalaşması Kiyakasarın dövründə, üzr istəyirəm, Kiyakasarın dövründə başa çatır formalaşma. Həmçinin biz deyirik ki, Azərbaycanın şimalı Midiyaya tabe deyil. Yəni bu haqqında heç bir məlumat yoxdur Azərbaycanın şimalını tabe etmələri barədə. Midiyanın sonuncu hökmdarı Astiaq olmuşdur ki, Astiaq zərdüştlüyü yayır və buna görə də müharibələr dayandırılır. Buna etiraz edən əyanlar olur ki, və ona qarşı 2-ci Kiri, Fars mənşəli 2-ci Kir Astiaqa qarşı mübarizəyə başlayır və eradan əvvəl 550-ci ildə Astiaqı devirir və Əhəmənilər dövlətini yaradır ki, biz indi onu Əhəmənilər dövlətinin video izahına baxacağıq. Əhəmənilər dövləti isə eradan əvvəl 550-330-cu illərdə mövcud olmuşdu. Əhəmənilər Fars mənşəli dövlətdir və 2-ci Kir Astiaqa devrir və Əhəmənilər dövləti yaradır eradan əvvəl 550-ci ildə. Lakin 20 il sonra 2-ci Kiri eradan əvvəl 530-cu ildə Tomiris adlı bir qadın öldürür və daha sonra eradan əvvəl 522-ci ildə Qamat adlı bir şəxs üsyan eləyərək Midiya dövlətini yenidən bərpa etməyə çalışır. Lakin bu üsyanı 1-ci Dara yatırır. Midiyalılardan fərqli olaraq Əhəmənilər Azərbaycanın şimalını tabe ediblər. Lakin bu tabecilik nominal xarakter daşıyırdı. Nə demək idi nominal xarakter daşımağı? Yəni ancaq xərac verirdi. Lazım olanda ordu ilə köməklik edirdi. Lakin daxili müstəqillikləri toxunmurdular. Daxili müstəqilləri dəyilmirdi. Bütün türkləri saklar adlandırırdı farslar. Həmçinin ölkəni satraplıqlara bölmüşdülər. Eradan əvvəl 331-ci ildə Qavqamela döyüşündə 3-cü Dara Makedoniyalı İskəndərə məğlub olur və bundan bir il sonra da dövlət süqut edir. Həmçinin onu da qeyd edək ki, Qavqamela döyüşündə 3 Alban Türk tayfası, yəni Alban, Kaspi və Saklar da iştirak etmişdilər. Bu qədər. Azərbaycan eradan əvvəl 7-4-cü əsrlər mövzusuna video izahını bu qədər.